Mən Cəfər Nəcəfli, 4-cü yüksəliş müsabiqəsinin qaliblərindən biriyəm. Hal-hazırda karyerama Almaniyanın Berlin şəhərində özəl bir e-commerce şirkətində strateji planlaşdırma şöbəsində baş menecer olaraq davam edirəm. Sizcə müsabiqənin ən çətin mərhələsi hansıdır və onun öhdəsindən necə gəldiniz? Məncə müsabiqənin ən çətin mərhələsi yarımfinal mərhələsi oldu. Çünki ondan əvvəlki mərhələlərdə birbaşa interaksiya ilə yox, onlayn bir şəkildə ya da ki test üsulları ilə imtahanlardan fərqli mərhələlərdən keçirdiniz. Amma yarımfinal mərhələsində birbaşa olaraq siz fərqli komandalarla, fərqli insanlarla, tanımadığınız insanlarla birlikdə çalışmalısınız və müsabiqənin formatı ilə bağlı da dəyişikliklər ani ola bilir və bunlar çox vaxtda gözlənilməz olur. Bu anlamda finaldan əvvəlki yarımfinal mərhələsi həqiqətən gözlənilməz və çətin idi. Amma ki, əlbəttə ki, ən önəmlisi olan adaptasiya xüsusiyyəti ilə qısa zamanda fərqli situasiyalara, fərqli insanlarla adaptasiya ola bilmək xüsusiyyəti məncə bunda kömək olur. Bu, təbii ki, insan öz həyatında da, şəxsi həyatda da, karyera tərəfində də kömək olur. Ən önəmli mənə şəxsən bu mərhələdə kömək olan tərəf isə oradakı insanları, xüsusilə də çay və kofe fasilələrində müsabiqənin xaricində tanımaq oldu. Mən gedirdim, fərqli insanlarla tanışmağa çalışırdım, onların müsabiqədən kənardakı şəxsiyyətləri ilə maraqlanırdım və bu əslində mənim müsabiqədə də onlarla birlikdə ki, o dinamikanı planlamağa kömək etdi və yarımfinalı rahat bir şəkildə keçə bildim.